Peyğəmbər buyurur, mənim ümmətimin xanımı belə olmalıdır ki, kişi evdən gec çıxmaq istəsin, evə tez qayıtmaq istəsin. Bu cür bir xanım olsun. Evi bu cür idarə eləsin. Ondan sonra buyurur, o ev ki, kişi oradan tez çıxıb getmək istəyir. Evə gəlir, o qədər danışır, o qədər narahat edir, o qədər incidir. Kişi orada az oturur, tez çıxıb getmək istəyir. Peyğəmbər deyir, buyurur, o ev ki, kişi oradan tez getmək istəyir və gec qayıtmaq istəyir. Buyurur, o İslami ailə deyil. O ailə İslami deyil. Nədir İslami ailə? Kişi gec getmək istəyir, tez qayıtmaq istəyir. Xanım o qədər aram bir mühit yaradıb evdə ki, kişi zəruri işi olmasa evdən çıxmaq istəmir. Və zəruri işlərini görəndən sonra da boş-boş küçədə vaxt keçirtmək istəmir, yenə evə qayıtmaq istəyir.